Salam dəyərli izləyicilər. Bugün mən sizlərə 7 iyun 2026-cı il tarixində keçirilmiş olan birinci qrupların blok imtahanından riyaziyyat suallarının izahını verəcəm. Keçək bir nömrəli suala. Bir nömrəli sualda həndəsənin sistemləşinə aiddir. Sualda deyilir ki, 124 dərəcəli bucağın təpəsindən çıxan şüa onun ölçüləri fərqi 26-12 bucağa bölür. Böyük bucağı tapın. Böyük bucağı tapmaq üçün biz belə yaza bilərik ki, alfa üstə gəlsin betanın qiyməti yəni 124-dürsə, alfa çıxılsın beta bizdə 26 dərəcədir. Tərəf-tərəfə topladığımızda 2 alfa bərabər 150-yə, alfa bərabərli 75 dərəcə olur. Betanı tapdığımızda görərik ki, 75 çıxılsın 26, bu da 49 dərəcə eləyir. Bizdə böyük istədiyi üçün cavab 75 olmalıdır. Bu da verilmişdir B variantında. Keçirik növbəti sualımıza. 2 nömrəli sual 10-cu sinif üstü funksiyalar bölməsinə aiddir. Qiymətlər çoxluğunu istəyir. Test toplusunda da buna aid suallar var. Kosinüs alındığı qiymətlər -1, müsbət bir parçası olduğu üçün. Onda 4/1-in üzərindəki qiymətlər də qüvvəti -1-dən müsbət 1-ə qədər nöqtələr ala bilər. O zaman 4/1 üstündə -1 olacaq bizdə 4, bir də 4/1 üstündə 1, bu da verəcəkdir bizə 4/1-in özünü. Yəni onda qiymətlər çoxluğunun ümumi görüntüsü olacaq 4/1-dən 4-ə qədər, bunları da almaq şərti ilə. Keçirik növbəti sualımıza. 3 nömrəli sualda deyilir ki, tənlər sisteminə aiddir. X-in Y-ə nisbətini tapın. Bunun üçün ikinci tənliyi götürüb -5-ə vursaq, 5x minus 21y bərabər 9, -5x minus 50y bərabər -80 alarıq. Tərəf-tərəfə toplayanda -71y-in qiyməti -71 görünür. Y-in də qiyməti buradan 1 tapılır. İkinci tənlikdə y-in yerinə 1 yazsaq, x üstə gəlsin 10 bərabər 16, x-in də qiyməti 6 tapılır. Və x-in y-ə nisbətini istədiyi üçün 6-nın 1-ə nisbəti bizə 6 verər. Düzgün cavab verilmişdir E variantında. Keçid edirik 4-cü sualımıza. 4 nömrəli sual kompleks ədədlər bölməsinə aiddir. Z üstündə xətt qoşma kompleksi göstərir. Yəni z-in qiyməti bizdə varsa, z üstü xəttin qiyməti 2-də 7 minus 2-də 1 i-ni göstərəcək. Bundan daha aslında baxanda olacaqdır 2-də 7 üstə gəl 2-də 1 i vurulsun 2-də 7 çıxılsın 2-də 1 i. Bu da bizə elə 2-də 7-nin kvadratı üstə gəlsin 2-də 1-in kvadratını verir. Olacaqdır 4-də 49 üstə gəlsin 4-də 1 şəklində olur. Bu da bizə verəcəkdir 4-də 50. İxtisardan sonra qalar 2-də 25 və yaxud da ki 12 tam 2-də 1. 12 tam 2-də 1 cavabı E variantında verilmiştir. Düzgün cavab olacaqdır E variantı. Keçirik növbəti sualımıza. 5 nömrəli sual trigonometrik tənliklər 10-cu sinif bölməsinə aiddir. Əslində çətin bir sual deyil. Sol tərəfi çevirməyə aiddir. Pi üstəgəl hər hansısa bir bucaq, bu 3-cü rübə düşməsi deməkdir və kosinüs 3-cü rübdə mənfidir. Bu zaman olacaqdır mənfi 2 dənə kosinüs 3x bərabərdir kosinüs 3x-ə. Bir tərəfə keçirdiyimizdə olacaqdır ki, 3 dənə kosinüs 3x-in qiyməti 0-dır. O demək ki, kosinüs 3x özü 0-a bərabərdir. Bu bir xüsusi hal idi. Arqument olan hissəni götürürük. Kosinüsün 0-a bərabər olduğu yer pi bölünsün 2 və onun pi misillərində idi, pikalarda. Bu zaman ətəbicə bəndə pi bölünsün 6, üstə gəl pi k bölünsün 3 alınır ki, bu da cavablarda B variantında verilmişdir. Keçirik növbəti sualımıza. Növbəti sual 9-cu sinif bölməsindən silsilələrə aiddir. Sualda bəzi hissələr silinib. Bura n üstə gəl 10 idi uşaqların dediyinə görə. N üstə gəl 11 burada idi. N üstə gəlsin 12 burada idi və bu şəkildə və bizdən də 13-ü istəyirdi. B13. Həndəsi orta anlayışına görə bunlar ardıcıl hədlərdir. Ortadakı həddin kubu ifadəyə bərabərdir. Yəni BN üstə gəlsin 11-in mötərizə kubu bizdə 64 vurulsun 3 üstündə 3n-ə bərabərdir. Biz bunu da belə yaza bilərik ki, 4 üstü 3 vur 3 üstündə 3n kimi. Bunu da hətta belə yazaq, 4 vur 3 üstündə n qüvvəti 3 kimi. Hər tərəfdən kuba görə kök alsaq, o zaman BN üstə gəlsin 11-in qiyməti 4 vur 3 üstündə n şəklində bir ifadə alınır. Bizdən B13 istəyir. N üstə gəlsin 11-in 13 olması üçün n demək 2 olmalıdır. O zaman n yerinə 2 yazında bu B13 bərabər 4 vur 3-ün üstündə 2, yəni 4 vur 9
eder 36. Düzgün cavab 36 olmalıdır. Bu da verilmişti bizdə A variantında. Keçirik növbəti sual. 7 nömrəli sual 3 bucağa aiddir. Üst fiqurların sayısı bölməsindən. Biraz keçidlər eləməliyik burada. Şəkil bu şəkildədir. BAC bucağı, yəni bu bucaq, bu bucağın ikincisidir. Bura mən alfa götürsəm, bura 2 alfa olacaq. Və deyir AB BD-yə bərabərdir. AB BD-yə bərabərdir. Bu 5'dir, burada 5'dir. Onda oturacağındakı bucaqlar da bərabər olmalıdır və burada 2 alfadır. 2 alfa həm də ki BDC üst bucağında xarici bucaqdır. Onda burada alfa olacaq. İstərsəmiz bu alfa olduğu zaman B bucağı ilə C bucağı bərabər olur. O demək deyir ki BD ilə DC də bərabərdir. Yəni burada 5'dir. AC-nin uzunluğu bizə 11 vermişdir. 5 burası demək 6 bura düşür. ABD üst bucağında artıq bərabər yan üst bucaq var. Mən B'dən bir AD-yə bir hündürlük çəksəm, bura bir H desək, bu zaman hündürlük həmdəki median olacaqdır. Yəni 3 böləcəkdir bu 6-nı. Bu Pifagor teoreminə görə də buradakı hündürlüyün qiyməti tapırıq ki 4'dür. Bu zaman S üst bucaq ABC'nin sayısını tapmaq istəyəndə 2'də 1 vurulsun AC, vurulsun BH-dan istifadə edə bilərik. Yəni 2'də 1 vur 11 vurulsun 4. Bu da bizə verər 22. Demək düzgün cavab olmalıdır 22. Keçirik növbə. 8 nömrəli sual test trigonometrik funksiyalar bölməsinə aiddir. Funksiyanın təyin olunmasına daxil olan ən kiçik və ən böyük qiymət ədədlərinin cəmini istəyir. Bildiyimiz kimi aksinus funksiyasının təyin olunması -1 müsbət 1 parçasında təyin olunmuşdur. Ona görə də arqument olan hissəsinin, yəni daxildəki hissə 5 çıxılsın kök adlı x-2-nin qiyməti kiçik bərabərdir 1-dən, böyük bərabərdir -1 olmalıdır. Hər tərəfdən 5 çıxdığımızda -6 kiçik bərabərdir -kök adlı x-2, bu da kiçik bərabərdir -4 olur. Hər tərəfi -1'ə vursaq, bu zaman kök adlı x-2 kiçikdir bərabərdir 6'dan, böyük bərabərdir 4'dən. Hər tərəfi qüvvət yüksəltdiyimizdə isə 16 kiçik bərabərdir x-2, bu da kiçik bərabərdir 36 olur. Hər tərəfi 2 əlavə eləyəndə 18 kiçik bərabərdir x-dən, bu da kiçik bərabərdir 38'dən. Və bir şərt də var ki, x-2 özü böyük bərabər 0 olmalıdır, x böyük bərabərdir 2'dən. X-in buradakı qiymətlərin hər biri onsuz da 2'dən böyük şərtini ödədiyi üçün bizdə həllər, yəni ən böyük və ən kiçik qiymətlər buradan götürüləcəkdir. Ən kiçik 18, ən böyük isə 38'dir. Və bunları da topladığımızda 56 eləyər. Düzgün cavab olacaq 56, bu da verilibdir D variantında. Növbəti sualımız 9 nömrəli sualda deyilir ki, A parametrin hansı qiymətində funksiyanın ən kiçik qiyməti 4'ə bərabərdir. 11-ci sinif dərsliyindən törəmə bölməsinə ayrılan bir sualdır. Bildiyimiz kimi funksiyanın ən kiçik qiymətinin tapılması onun törəməni sıfıra çevirən qiymətdən təyin edirdik. O zaman biz y törəmə bərabərdir 1 üstə gəlinsin e üstündə a çıxılsın x və bir də a minus x funksiya şəklində verildiyi üçün bir də bunun törəməsi tapılır və sıfıra bərabər edilirdi. Buradan alacaq ki 1 üstə gəlinsin e üstündə a minus x vurulsun -1 bərabərdə 0. Mənfiyə nəzərə alıb bərabərin sağına keçsə e üstündə a minus x-in qiyməti 1'ə bərabərdir. Birində yerinə e üstə 0 yaza bilərik. A çıxılsın x-in qiyməti 0 isə demək x-in qiyməti özü a-ya bərabərdir. Və y-a-nın qiyməti deyilən şərtə görə 4'ə bərabərdir. Onda y-a bərabərdir. A üstə gəlinsin. E-nin üstündə a çıxılsın a bərabərdir 4'dür. Buradan a üstə gəlinsin 1 bərabər 4 isə demək a-nın qiyməti 3'ə bərabərdir. Demək düzgün cavabımız olmalıdır. A-nın 3 qiymətində funksiyanın ən kiçik qiyməti 4'ə bərabər olar. Keçirik növbəti. 10 nömrəli sualda loqaritmik funksiya verilmişdir. Funksiyanın təyin oblasti daxil olan tam ədədləri çoxluğunun bütün 3 elementli alt çoxluğunun sayını istəyir. Burada loqaritm ilə birləşmə nəzəriyyəsi çoxluqlar bölməsinin sintezi var. Baxaq görək şərtlər nə deyilir. Loqaritmik funksiyanın təyin olunması üçün loqaritm altı ifadə böyükdür 0 olmalıdır. Demək x-2-nin qiyməti böyükdür 0 olanda x böyük olacaqdır 2'dən. Və ilə də 8 çıxılsın x-in də qiyməti 0'dan böyük olmalıdır. O zaman x kiçikdir 8'dən. Və buradan olar ki x-in qiyməti 8 ilə 2 aralığına düşür. Demək x-in ala biləcəyi qiymətlər 3 ola bilər, 4 ola bilər, 5 ola bilər, 6 və 7 ola bilər. Ümumilikdə element sayına baxdığımızda görürük ki 5 dənə element var. Bizə isə soruşur ki 3 elementli alt çoxluğun sayını tapın deyir. Alt çoxluğun sayını tapılmasında 3 elementli alt çoxluğun sayını tapmaq üçün kombinizondan istifadə olunur. Kombinizon 5'dən 3 götürülür. Bu kombinizon 5'dən 2'yə bərabərdir. Ya da 5 vurulsun 4 bəzən 1 vurulsun 2. Bu da yekunda bizə
10 verir. Demek düzgün cavab olmalıdır 10. Bu da verilmiştir B variantında. Davam edirik növbət. Çoxluqlar bölməsindən növbəti bir sual verilibdir. Çoxluqları verilmişdir. Deyir A kəsişmə B çoxluğunu tapın. Sadə bir sualdır. İki çoxluğun kəsişməsi onların ortaq elementlərindən təşkil olması lazımdır. Hər ikisində iştirak edən elementlər 8-dən 9 olduğu üçün düzgün cavabımız elə olmalıdır. E variantı. Sadə sual idi. Davam edirik növbəti. Növbəti sualımız məsələ tiplidir. Sualda deyilir ki, yük avtomobili A məntəqəsindəki ambardan götürdüyü malları ABCD düzbucaqlısının perimetri üzrə hərəkət edərək BCD məntəqələrini paylayıb ambara qayıtdı və cəmi 420 km yol qət etdi. AB məsafəsinin BC məsafəsinə nisbəti 3-ün 4-dədir. Demək, buranı qəbul edək, onda biz 3x, buranın da 4x olacaqdır. Onda burada 3x-dir, burada 4x-dir. Düzbucaqlı olsun, qarşı tərəflər paralel və bərabər olmalıdır. Qayıtdı, cəmi 420 km yol getdi. O deməkdir ki, bu düzbucaqlının perimetri 420-dir. Biz buradan istifadə 2 vur olsun, 3x üstə gəl 4x bərabər 420-ni götürsək, 14x bərabər 420 olar, x-in də qiyməti 30 olar. O demək ki, bu məsafə 90-dır, bu məsafə 120-dir, burada 120-dir, burada 90-dır. Şərtdə davam edib deyir ki, avtomobil hər məntəqədə yükünü bir hissəsini boşaltdığı üçün növbəti məntəqəyə qədərki yolu əvvəlki 15 km/saat sürətlə çox sürətlə getdi. Yəni birincidə sürət A-dan B-yə gedərkən V idisə, artıq burada V üstə gəl 15-dir. Buradakı sürətdə V üstə gəl 30-dur. Buradakı sürətdə V üstə gəlinsin 45 şəklində olur. Və bizə deyir ki, avtomobil B-dən C-yə 2 saatə getmişdir. B-dən C-yə qədər məsafə, yəni 120 km məsafəni. Sürəti V üstə gəl 15 olduğu üçün 2 vur olsun V üstə gəl 15 bərabərdir 120-dir. Buradan V üstə gəlsin 15 bərabər 60-dırsa, demək V-nin qiyməti 45-dir. V 45-ə bərabər və bizdən istədiyi A-dan D məntəqəsindən A-ya gedərkən. D-dən A-ya gedərkən sürətimiz artıq olacaqdır, demək 90. Çünki V var idi, 45 üzərinə gəldik. 45 tapmışda 45 üzərinə gəlib 90-dır. Burada məsafə 120-dir. Zamanı tapmaq istəyiriksə, zaman hamısı dəqiqəni verdiyi üçün biz saatdan dəqiqəyə keçid edəcəyik. Demək ki, məsafəni bölürük sürətə, vururuq dəqiqəyə keçmək üçün 60-a. Bunu hesabladığımız 30-a bölünsə, burada 2, burada 3 qalar. Bunlar da ixtisar gedib, burada 40 qalar. Eləyəcəkdir 80 dəqiqə. Düzgün cavabımız olacaq 80 dəqiqə. Bu da verilibdir bizdə D variantında. Keçid edirik növbət. 13 nömrəli sualda deyilir ki, A B-dən böyük, bu da 0-dan böyükdür. Yəni hər ikisi müsbət ədəddir. İfadəni sadələşdirin. Kökün xassəsindən istifadə edərək biz deyə bilərik ki, sürətdə 2 vurulsun kök altında, kök altda A minus kök altda B mötərizə kvadratı verilibdir. Məxrəcdə isə kök altında kökdə A üstəgəl kökdə B-nin mötərizə kvadratı verilmişdir. Üstəgəlsin 4 kökdə B. Burada da kök altda A üstəgəl kök altda B olur. Kvadrat kökü aparacaq və modula ehtiyac olmayacaq, çünki A-nın qiyməti B-dən böyükdür. Bu zaman 2 vurulsun kök altında A minus kök altda B sürətli olur. Məxrəcdə isə kök altında A üstəgəl kök altda B olur. Üstəgəlsin 4 kökdə B bölünsün. Kök altında A üstəgəl kök altda B şəklində yazılır. Ortaq məxrəc burada biz kök altında A üstəgəl kök altda B-ni götürsək, vurub açanda olar 2 kökdə A çıx 2 kökdə B üstəgəl 4 kökdə B şəklində. Sürətdə olacaqdır 2 kökdə A üstəgəlsin 2 kökdə B. Məxrəcdə də kök altında A üstəgəlsin kök altda B. Kəsin sürətdən 2-ni çıxarsaq kənara qalar kök altda A üstəgəl kök altında B. Məxrəcdə isə kök altda A üstəgəl kök altda B verilmişdir. Bunlar da ixtisar gedəndən sonra cavab qalacaqdır 2. Düzgün cavab olmalıdır 2. Bu da verilmişdir A variantında. Keçid edirik növbəti suala. Növbəti sual 14 nömrəli sualda deyilir ki, SABC piramidasının bütün yan telləri oturacaq müstəvisi 60 dərəcə bucaq əmələ gətirir. SA 8 cm-dir. Piramidanın oturacaq bərabər yanı düzbucaqlı üçbucaq olarsa, həcmini tapın. Piramidanın həcmi üstü V bərabərdir. 3/1 S oturacaq vurulsun H üstünə istifadə ediləcəkdir. Və bir də bilməli olduğumuz məqam ondan ibarətdir ki, piramidanın yan telləri oturacaq müstəvisi ilə 60 dərəcə bucaq əmələ gətirirsə və bir də bərabər yanlı düzbucaqlı üçbucaqdırsa oturacağı. O deməkdir ki, piramidanın hündürlüyü gəlib şöylətdir üçbucağın
hipotenuzunun ortasına. Yəni böyle bir şəkil çəksək, bu düz buzaq təpəsidir. Deyək ki, piramidamız S buradadır. ABC bura olsun. Burada çəkdiyimiz tillərdir. Və buradakı hündürlük, piramidanın hündürlüyü gəlib düşəcək bura. Və buradakı düzbucaqlı üçbucağın xaricə çəkilmiş çevrənin mərkəzli üstə düşür. Və buradakı bucaqların hər birini 60 dərəcə veribdir bizə. 60 dərəcə buradadır və bunlar 8 veribdir. Və bu da bərabər tərəfli olduğu ortaya çıxır. Çünki 60 bura, 60 burada olanda 60 da bura qalır. Onu bərabər tərəfli. Yəni AC bizdə olacaqdır 8-ə bərabər. 60 dərəcənin qarşısındakı katet hipotenuzun yarısının kökdöyücümüzdür. Yəni 4 kökdöyücü olacaqdır. Yəni H bizdə 4 kökdöyücüdür. S oturacağın da sahəsini tapmaq istəyiriksə 2-də 1 vurulsun 8 vurulsun 4 kökdə 3 kimi də götürə bilərik. Ya da belə də yaza bilərik bunu. Bu hissəsini silək. Belə yaza bilərik ki, hipotenuz 8-ə demək ki, bu bərabər yan düzbucaqlı üçbucağın 4 kökdə 2, 4 kökdə 2 burada olacaqdır. O zaman 2-də 1 vurulsun 4 kökdə 2 vur 4 kökdə 2. Burada kökdə 2-lərin hasılı 2-ni aparanda qalacaq 16. Və həcm bərabərdir 3-də 1 vurulsun. Oturacağın sahəsi 16. Hündürlüyümüz isə 4 kökdə 3-ə bərabərdir. Yekunda cavab olacaqdır. 64 kökdə 3 bölünsün 3. Düzgün cavabımız olmalıdır. 64 kökdə 3 bölünsün 3. Davam edirik növbəti sual. 15 nömrəli sualda kvadrat cədisi həmişə mənfi qiymətlər alır. Mənfi qiymətlər sözün mənası sıfırdan kiçik olması deməkdir. Həmişə mənfi olmasını istəyiriksə kvadrat bərabərlisinin xasslarını xatırlamalıyıq. Ax kvadrat üstəgəlsin bx üstəgəlsin c kiçikdir 0 bərabərsizliyində a-nın qiyməti sıfırdan kiçik, diskriminant da sıfırdan kiçik olduğu zaman bütün qiymətlər üç ədəsi həmişə mənfi qiymətlər alırdı. Yəni bu şərt ödənirdi. X-in ala bildiyi qiymətlər mənfi sonsuz, müsbət sonsuz olurdu. Onda biz yazarıq ki, a sıfırdan kiçik olmalıdır. Diskriminanta da baxanda a minus 2-nin kvadratı minus 4 vur olsun. Üstə qədər olacaqdır artıq da qarşı sərbəst səhəti mənfi olduğu üçün 4 vur olsun. A vur olsun 2 tam %25. Bu sıfırdan kiçik olmalıdır. A kvadrat minus 4a üstə gəlsin 4 üstə gəlinsin 9a kiçikdir sıfırdan. A kvadrat üstə gəlsin 5a üstə gəlsin 4 kiçikdir 0 olur. Və buradan a-nın ala biləcəyi qiymətlər viyyət teoreminə görə buranda 4 toplayanda mənfi 5 ilə təmiz, mənfi 4 ilə mənfi 1-dir. Bu da a-nın ala biləcəyi qiymətlər daxil olduğu zaman mənfi 4, mənfi 1 olacaqdır. Düzgün cavabımız olacaq mənfi 4, mənfi 1. Bu da verilmişdir D variantında. Davam edirik, keçirik növbəti sualımıza. Növbəti 16 nömrəli sual vektorlar bölməsi 9-cu sinifə aid olan bir anlayışdır. Vektorlar verilmişdir. A çıxılsın, B üstə gələcək vektorun komponentlərini istəyir. İlk öncə B vektoru ilə C vektorunun cəminə baxsaq biz. O zaman uyğun koordinatlar toplanmalıdır. 3, 1 və 4 olacaqdır. A vektorun komponentlərini yazıram. Mənfi 1, mənfi 1, 2 və buradan çıxırıq 3, 1 və 4'ü. Vektorların çıxılmasında uyğun koordinatlar çıxılmalıdır. Mənfi 1-dən 3-ün çıxanda mənfi 4 eləyər. Mənfi 1-dən 1-in çıxanda eləyir mənfi 2. 2-dən də 4-ün çıxanda eləyəcəkdir mənfi 2. Və bu koordinatları axtarırıq. Mənfi 4, mənfi 2, mənfi 2. Bu da verilmişdir bizdə B variantında. Keçirik növbəti sualımıza. Növbəti 17 nömrəli sual 10-cu sinif dərsində düz xəttə müstəvinin qarşılıqlı vəziyyətinə aiddir. İkiyüzlü bucağın nöqtələrində yerləşən A və B nöqtələrindən onun tilinə qədər olan AC və BC məsafələri üçün AC, BC, AB bərabər olarsa ikiyüzlü bucağın qiymətini tapın. Əslində çətin olmayan bir sualdır. Belə yazmaq olar ki, bir dənə ikiyüzlü bucaq çəkək bu şəkildə. Deyək ki, ikiyüzlü bucağın bir tərəfin üzərində A nöqtəsi götürülüb, digər tərəf üzərində B nöqtəsi götürülmüşdür. Və bizə deyir ki, A və B nöqtə onun tilinə qədər məsafə. Tilləri bucağı əmələ gəldiyi nöqtə idi. Burada da C nöqtəsi işarə edək. Bununla bu bərabərdir deyir. Və AB də bunlara bərabərdir. İstərsəmiz burada bərabər tərəfli bucaq alınır. O deməkdir ki, ikiyüzlü bucağın dərəcə ölçüsü 60 dərəcəyə bərabərdir. Düzgün cavab olacaqdır 60 dərəcə. Keçirik növbəti suala. Qarşılıqlı sadə A və B naturətləri üçün əkob AB-nin qiyməti 126, A üstə gəlsin B-nin qiyməti isə 23 olarsa, A kvadrat üstə gəl B kvadrat ifadəsinin qiymətini tapın deyir.
Qarşılıqlı sadə və B-dən ədədləri bildiğimiz kimi məkobu onların hansına bərabərdir. Yəni A vursun B-nin qiyməti onda 126'dır. A üstəgəlsin B-nin də qiymətini bizə 23 verib. A kvadrat üstəgəl B kvadratın qiymətini istəyir. Bu da bizdə A üstəgəl B mötərizə kvadrat çıxır 2AB üstünü tapa bilərik. 23 kvadrat çıxılsın 2 vurulsun 126. 23'ün kvadratını tapmaq üçün 23'e vursaq demək 9, 6, 6, 4 kimi götürəndə 529 eləyəcək. 529'dan çıxırıq 252'sin. Bunda çıxdığımız zaman demək 7 buradan, 7 burada və 2 də buradan. 277 alırıq. 277 cavabı da verilmişdir bizdə A variantında. Davam edirik növbəti sual ilə. Növbəti sualımız faiz bölməsinə aiddir. Biri digərini 80% təşkil edən iki ardıcıl cüt ədədin kvadratlar fərqinin modulunu tapın deyir. Şərtdə deyir ki, bir digərini 80% təşkil edən iki ardıcıl cüt ədədin kvadratlar fərqinin modulunu istəyir. Belə yaza bilərik ki, ədədin birini A qəbul eləsək, digər bunun 80%-i 0.8A olacaqdır. Buna ardıcıl cüt ədədlər olduğu üçün ardıcıl cüt ədədlər də tək ədədlərdə 2 vaid məsafə deyilir. Yəni A-dan 0.8 A-nı çıxanda 2-yə bərabərdir. 0.2 A-nın qiyməti 2-dirsə, demək A-nın qiyməti neçədir? 10-dur. A-nın qiyməti 10 olanda onda digəri bizə 8 olur. Və bizdən də kvadratlar fərqinin modulunu istəyir. Yəni 10'un kvadratı çıxılsın 8'in kvadratı. Kvadratları fərqinin modulu deyir. Kvadrata yüksəldik, fərqini tapırıq. Bu da 100 çıxılsın 64 edər 36. 36 cavabda verilmişdir C variantında. Keçirik 20 nömrəli suala. 20 nömrəli sual 11-ci sinif sahə inteqrallar bölməsinə aiddir. Xətlərlə hüdudlanmış fiqurun sayəsini istəyir. Xətlərlə hüdudlanmış fiqurun sayəsini tapmaq üçün ilk öncə bunları bir-birinə bərabər götürüb kəsişmə nöqtəsini tapmaq lazımdır. X kvadrat bərabər 8 çıx X-in kvadratı. Bu şəkildə göstərsək 2x kvadrat bərabər 8-ə, X kvadratı bərabər 4-ə, X-in də qiyməti müsbət mənfi 2 olur. Bu deməkdir ki, inteqralın aşağı sərhəddi mənfi 2, yuxarı sərhəddi isə müsbət 2-yə bərabər götürülməlidir. Şəkil çəkib görə bilərik və ya çəkmədən belə verilmiş funksiyalar tərəfə çıxıb inteqralını tapa bilərik. X kvadratının qrafiki bizdə bu şəkildə olur. 8 minus x kvadratının grafikini axtarıqsa əgər, bu da üz aşağıya doğru gələcəkdir və buradakı hissədən söhbət gedir. Yəni 8 çıx x kvadratı minus x-in kvadratı dx yazsaq biz cavabı tapa bilərik. Buradan mənfi 2-dən 2-yə 8 çıx 2x-in kvadratı dx olur. Bu da olacaqdır bizdə 8x minus 2x'in kubu bölünsün 3. Sərhəd öz mənfi 2-dən 2. Birinci yuxarı sərhəddi yazsaq yerinə 16 minus 3'də 16 çıxılsın. Mənfi 16 üstə gəlinsin 3'də 16. Bu da bərabərdir. 16 çıxılsın 3'də 16 minus üstə gəlsin 16 çıxılsın 3'də 16 olur. Edər 32 minus 3'də 32. Bu da edir 3'də 96 minus 32. Yəni 3'də 64. 3'də 64 qiymətini tapmışıq. Bu da bizdə 21,3'də 1 qiymətini verir ki, bu da düzgün cavab verilmişdir A variantında. Keçid edirik növbəti suala. Loqaritmik tənlik verilib 10-cu sinif dərsliyinə aid və deyir ki, tənliyi həll edin. İlk öncə bu tənlikdə belə yaza bilərik ki, loqaritma 2 əsasdan x-ə saxlayarıq. Çıxılsın. Bunu yaza bilərik biz, loqaritma 2 əsasdan 8 çıxılsın loqaritma 2 əsasdan x kimi. Qarşıdakı mənfisi nəzərə alaraq. Üstə gəlsin 5 bərabərdir 0. Kök hətta loqaritma 2 əsasdan x minus bu 3 deməkdir. Minus loqaritma 2 əsasdan x üstə gələk 5 bərabərdir 0. Və burada kök hətta loqaritma 2 əsasdan x-ə bir t əvəzləməsi eləsək. Onu yazarıq ki, t minus t kvadrat
Üstəgənsin 2 bərabərdir 0-a. T kvadrat minus T minus 2 bərabərdir 0-dır. Buradan T'nin alabileceği qiymətləri təyin edirik. T burada mütləq şəkildə 0-dan böyük qiymət almalıdır kökün mənası olması üçün. Buranda mənfi 2 toplayanda bir ədədlərimiz 2 ilə mənfi 1'dir. Biz buradan 2'ni götürəcəyik. Kök altda loqaritma 2 əsasdan x'in qiyməti 2'yə bərabərdir. Qüvvətə yüksələn loqaritma 2 əsasdan x'in qiyməti 4'dür. X'in də qiyməti 2 üstü 4, 16'dır. Demək düzgün cavab olmalıdır 16. Bu da verilmişdir C variantında. Keçirik növbəti suala. Şəkildə görünməyən yerlər vardı, onları tamamladım. Demək ki, sual belədir. AK və BK tam bölənlərdir. DC 7'dir deyir. Şəkil bu formada olmalıdır. Və bizdən istəyir buradan ABCD trapeziyasının perimetrini. Perimetri tapma qaydasına görə 2 dənə x var, 2 dənə də y var, bir dənə də AB var trapeziyadan. 2'ni çıxarsaq kənar x üstəgənsin y, üstəgəl AB qalır. 2 vurulsun. X üstəgənsin y-in qiyməti bizdə DC-yə bərabərdir, yəni 7'dir. Üstəgənsin AB-nin də qiyməti 12'dir. 14 üstəgəl 12 bərabərdir 26'dır. Düzgün cavab olmalıdır 26. Bu da verilmiştir D variantında. Davam edirik növbəti sual ilə. 23 nömrəli sualda ox kəsiyin diaqonalı 18, hündürlüyü isə 9'a bərabər silindrin doğranı ilə ox kəsiyin diaqonalı arasındakı buzağın dərc ölçüsünü istəyir. Silindr qeyd etsək bu şəkildə. Fırlanma cisimləri 11-ci sinif ait olan bir bölmədir. Ox kəsiyi dediyi üçün bu şəkildə qeyd edirik. Ox kəsiyin diaqonalı budur və bunu 18 verib bizə. Burada 90 dərəcə buzağı əmələ gətirir. Və bizdə də silindrin hündürlüyünü 9'a bərabər veribdir. Silindrin hündürlüyü 9'a bərabərdir. Silindrin doğranlı ox kəsiyinin diaqonalı arasındakı bucağı istəyir. Ox kəsiyinin diaqonalı arasındakı bucağın dərc ölçüsünü tapın deyir. Burada bizdə 30 dərəcə olacaqdır. 30 dərəcə olanda buradakı bucaq qalacaq 60 dərəcə. Burada L'dir. Silindrin doğranı və diaqonalı. Diaqonalı ilə doğran arasındakı bucağı soruşduğu üçün cavab olmalıdır 60 dərəcə. Düzgün cavab olacaq 60 dərəcə. Keçir növbəti suala. 24 nömrəli misal limit bölməsinə aiddir və deyir ki, A-nın hansı qiymətinə doğrudur. Limitin xassələrindən biz bilirik ki, limitin qiyməti sıfıra bərabər olur ki, çox adi şəklində verilmiş ifadədə məxrəcin qüvvəti sürətin qüvvətindən böyük olsun. Məxrəcdəki çox adın qüvvəti sürətdəki çox adın qüvvətindən böyükdürsə, bu zaman limitin qiyməti sıfıra bərabər götürülür. Buna görə də x kubunun qarşısındakı qiymət də sıfıra bərabər olmalıdır. X kvadratın qarşısındakı qiymət də sıfır olmalıdır. X kvadratın qarşısındakı qiymət əgər sıfır olmazsa, bu zaman x kvadratın qarşısındakı qiymətlərin nisbəti limit olardı ki, bu da heç vaxt doğrunu verməz. Demək, biz x kubun və x kvadratın qarşısında duran ədədi qiymətləri sıfıra çevirən A-nın qiymətini axtarırıq. A kvadratı minus 3A bərabər 0 götürəndə A-nın bir qiyməti 0, A-nın ikinci qiyməti 3 olur. A kvadrat minus 2A minus 3'ü 0'a bərabər götürsək, A-nın bir qiyməti buradan. Buranda mənfi 3 toplayanda 2 ədədimiz 3 və ikinci qiymətdəki mənfi 1 olur. Hər ikisində eyni olan A-nın qiyməti axtarılırsa, demək düzgün cavabımız olmalıdır 3. Burada düzgün cavab 3'dür. Keçirik növbəti suala. Növbəti 25 nömrəli sualda qeydlərimizi biraz düzəldək, çünki burada bəzi yerlər düşməyib. Bir üst bucaq olmalıdır bu şəkildə. Ya da üst bucaq ayrıca biz çəkək özümüz. Biraz böyük ya da çəkək. Bura B veriblər, bura D'dir, bura A'dır, bura C'dir. Və bizə deyir ki, BDC bura yazacaq alfa, BCD isə burada yazacaq beta. Bunların cəmi 150 dərəcədir. Onda B bucağına qalır 30 dərəcə. Bucaq BAC müstəgəlinsin, söhbət bu bucaqdan gedir. Bucaq ACB-nin dərc ölçüsünü istəyir. Biz bilirik ki, üç bucağın, ABC üç bucağının bucaqların cəmi 180 dərəcə eləməlidir. Və bizdən də istədiyi təpə bucağı var, ortadakı bucaqların cəmidir. Elə 180 dərəcədən təpədəki bucağa çıxsaq,
tekrardan yeni 150 dərəcə qalır ki, düzgün cavabda 150 dərəcə olar. Keçək 26 nömrəli suala. 26 nömrəli sual tərs mütənasib funksiyanın qrafikinə aiddir. Funksiyanın qrafiki vermişdir. Qrafika əsasən m üstəgəl n üstəgəl k cəmini deyir tapın. Demək, bu sualda tərs mütənasib funksiyanın qrafik çevirməsindən istifadə olunubdur. Bildiyimiz kimi bu bizdə hərəkət edən şərtimiz burada 2 vaid 2 vaid artaraq hərəkət edə bilir. Şaquli asimptotunda y-in qiyməti 2 oldu. 2 vaid sağa çevirsək, x minus m-in qiyməti 0 çevirəndə x bərabər m-dir və bu da 2-yə bərabərdir. Demək, m-in qiyməti 2 olmalıdır. N-in də qiyməti isə, n-in də qiyməti bizdə 4-ə bərabər olmalıdır. Onda funksiya y bərabərdir. K bölünsün, x minus 2 üstə gəlinsin 4 şəklində olmalıdır. Və bir nöqtəni də götürsək, görərik ki, 4 qiymətində gedib neçə alır? 8 qiymətini alır 4 verəndə. Demək, onda k bölünsün 4 çıxılsın 2 üstə gəlsin 4 bərabər 8-dirsə, 4 bölünsün, k bölünsün 2 bərabərdir 4-ə, k da bərabərdir özü 8-ə. İndi bizdən də m üstə gəlsin, n üstə gəlsin k-nı istəyirsə, demək, m-in yerinə yazacaq 2, n-in yerinə yazacaq 4, k-nın yerinə 8 yazanda ümumi cavabımız olmalıdır. Ümumi cavabımız bizdə gəlib olacaqdır. Demək, neçə? 14. Bir də baxaq, səhv olmasın. Demək, şaquli və üfüqi asimptotları qeyd etdik. Üfüqi asimptotunda qiymətin yerinə yazanda ümumi cavabımız gəlib çıxmalıdır 14. Keçir növbəti suala. Növbəti sual uyğunluq sualıdır. Çevrənin tənliyinə aid olan bir sualdır. Uyğunluğu müəyyən edin deyir. X minus 4 mörtəzə kvadrat üstə gəlsin 2. Daha doğrusu çevrənin tənliyi deyil də kvadrat çərdən böyük ən kiçik qiymət tapılmasıdır. Bu ifadənin ala biləcəyi ən kiçik qiymət var və ən kiçik qiyməti 2-yə bərabərdir. Ən kiçik qiymətini x-in 4, y-in də 5 qiymətində alır. Bunlar ödənən bir dənə variantı oldu. Demək, bir ödəndə təkcə C variantı. İkinci də, bunun da ən kiçik qiyməti var. Ən kiçik qiyməti 5-in kvadratı üstə gəl 2-dir. Bu da bizə eləyəcəkdir 27. Və ən kiçik qiymətini x-in müsbət mənfi 2 qiymətində və y-in 0 qiymətində alır. Buna da ödənən variantımız B ilə D variantı olur. Bu ifadədə də ən kiçik qiyməti var. Ən kiçik qiyməti 4-ün kvadratı üstə gəl 5-in kvadratı üstə gəl 2-dir. Yəni 16 üstə gəl 25 üstə gəl 2. Bu bizə verəcək 43. Və ən kiçik qiymətini x-in 0 qiymətində və y-in 0 qiymətlərində alır. Demək, A-nın D variantı bura ödənəcəkdir. Demək, 1 ödəndə C, 2-yə B, D, 3-ə də A və E variantı. Keçirik növbəti 28 nömrəli suala. Deməli, sualın şərtinə deyilir ki, hündürlüyü 20 sm olan silindr formalı qab yarısına qədər maye ilə doldurulmuşdur. Şəkildə biraz çevirmə elədim. Burada yazdım ki, hündürlüyü 20-dirsə, yarısına qədər onda bura qədər məsafəsi 10 olacaqdır. Və bizdə şərtdə deyir ki, çubuq, bax bu gördüyümüz bu çubuqdur. Bu çubuğun uzunluğu da hündürlüyünə bərabərdir, yəni 20-yə bərabərdir. Hündürlüyünə qədər bərabər çubuq yerləşdirmişdir. Çubuğun bir ucu alt oturacaq çevrəsi üzərindədir. Digər ucu qabın yuxarı divarı üzərindən 4 cm məsafədədir. Burada 4 məsafədədirsə, demək bura qalacaq 6. Və burada oxşarlıq yaranır. Oxşarlıq qaydasına görə elə bir üçbucaq çıxardırıq burada. Belə bir üçbucaq yaranır. Burada 2-dən üçbucaq. Bura 6-dır, bura 10-dur. Bura x-dirsə, burada 20 çıxılsın x-dir. Bizdəki bu 20 çıxılsın x-i istəyir. Onda yaza bilərik ki, 6-nın x-ə nisbəti bərabərdir. 16-nın da 20-yə nisbətdir. Buradan alınır ki, 16x bərabərdir 120-dir. 4-ə bölsək, 4x bərabərdir 30-dur. X də bərabərdir 7,5-dir. Və bizdən 20 çıxılsın x istədiyi üçün 20 çıxılsın 7,5
Bu da yekunda qalmalıdır. 12,5. Demək düzgün cavabımız olmalıdır. 12,5 santimetr. Keçirik növbəti sual. 29 nömrəli sualda deyilir ki, koordinat müstəvisinə ixtiyari üçü bir düz xətt üzərində olmayan 10 nöqtə verilmişdir. Təpələri bu nöqtələrdə olan bütün mümkün üçbucaqlardan biri təsadüfi seçilir. Həmin üçbucağın hər üç təpəsinin müxtəlif rüblərdə yerləşməsi ehtimalını tapın. Burada birdən çox şərtə baxmaq lazımdır. Çünki rüblər belə düzüləcəkdir. Deyək ki, mən birinci rübə baxa bilərəm. Birinci rübdən götürərəm təpəni, ikinci rübdən götürərəm və üçüncü rübdən götürərəm. Birinci rübdən götürərəm, 3-dən götürərəm, 4-dən götürərəm. Ola bilər ki, 1-dən götürəm, yenə də 3-dən, 2-dən götürəm və bir də 4-dən götürəm, 4-cü rübdən götürəm. Bu birinci rübdən başlayacağım təpələr bunlardır. Bir də ola bilər ki, ikinci rübdən götürəm, üçüncü rübü götürəm və bir də 4-cü rübü götürəm, heç birinci rübə baxmayam. Bir də bu versiya, bu 4 dənə əlverişli ala baxmaq lazımdır. Əsas məsələ ondan ibarətdir ki, 10 nöqtə və bu 10 nöqtədən 3-ü götürülməlidir. Demək ki, bütün halların sayı kombinizon 10-dan 3-dür. Bu da bizdə 10 vur, 9 vur, 8 bölünsün, 1 vur, 2 vur, 3-dür. Bunu hesablasaq 120 eləyər. Digər şərtlərin hamısını bir-bir hesablamaq lazım gələcəkdir. Demək olacaqdır kombinizon 4-dən 1, kombinizon 2-dən 1, kombinizon 3-dən 1. Bu da bizə verəcək 4 vur, 2 vur, 3. Yəni 24 verəcək. İkinci şərtdə kombinizon 4-dən 1, kombinizon 3-dən 1 və kombinizon 1-dən 1 götürülür. Bu da 4 vurulsun 3 bizə verəcəkdir 12. Üçüncü şərtdə kombinizon 4-dən 1, kombinizon 2-dən 1, bir də kombinizon 1-dən 1 olur. Bu da verəcəkdir bizə 8. Və dördüncüsündə də kombinizon 2-dən 1, kombinizon 3-dən 1 və kombinizon 1-dən 1 deməkdir. Bu da bizə verəcəkdir 6. Bu da bizə əlverişli halların sayı 24, 12, 8 və 6-dan ibarətdir. 30 bu da verdi bizə 50. Demək, hadisənin ehtimalına da baxırıq sonda biz. PA bərabərdir. 120-də 50. Bu da bizdə 12-də 5 deməkdir. Demək, düzgün cavab olmalıdır 12-də 5. Və keçirik 30 nömrəli suala. 30 nömrəli sualda mərkəzi O nöqtəsində olan çevrəyə onun xaricində götürmüş C nöqtəsindən CA və CE kəsənlər çəkilmişdir. CD bərabərdir AO. CD AO-ya bərabərdir, yəni radiusa bərabərdir. Burada radiusdursa, burada radiusdur, belə qeyd edək. Olarsa ACE-nin ACE bucağı 3-də 1 AOE olduğunu ispat edilir. Demək, ACE bucağı, bu bucaq, deyək ki, bu alfa bucağı, AOE bucağının 3-də 1-dir. Demək, ona bura 3 alfa olduğunu ispat etməliyik. Demək, bu sual üçün belə bir yanaşma eləyə bilərik. Demək, deyir ki, bizə bu radiusdur. Bildiyimiz kimi burada radiusdur. Demək, buradakı bucaq alfa olsa, demək, buradakı bucaq da alfa olacaq və buradakı bucağımız 2 alfa olur. Eyni ilə burada 2 alfa olacaqdır. Onda biz buradakı bucağımız, yəni EDO3 bucağında 180/4 alfa olacaqdır. Şəkli biraz fərqli çəkək, böyük olsun. Üzərində işləmək olsun deyə. Burada demişik alfa. Bura alfadır. Bura 2 alfadır. Bunu birləşdirmişik bu şəkildə. Burada 2 alfadır. Demək, bura oldu 180/4 alfa. Onda bura qalır 3 alfa. Ki, bu da 180 dərəcə eləsin. Onda burada 3 alfadır. Burada alfadır. Çevrədə iki kəsin arasında qalan bucağı tapma qaydasına görə bura E nöqtəsi, bura C nöqtəsi, bura B-dir, bura D-dir, bura O-ydur, bura da A-ydı. Bizə bucaq ECA dərəcə ölçüsünü tapmaq istəyiriksə, böyük qövs, yəni 3 alfa çıxılsın kiçik qövs alfa bölünsün 2-dir. Bu da bizə alfa verir və bundan da biz ispat etmiş oluruq ki, bucaq ACE-nin qiyməti 3-də 1 bucaq AOE-nin qiymətinə bərabərdir. Yəni, həqiqətən alfa bərabərdir. 3-də 1 olsun 3 alfadır. Yəni, alfadır. İspat olundu.
Və bu da bugünkü keçirilmiş qəbul imtahanının son sualı idi. Hər bir şagirdə, hər bir abituriyentə uğurlar arzulayıram. İnşallah hər kəs maksimum nəticə əldə edərək ali məktəblərə qəbul olar. Sağ olun. Növbəti videolarda görüşərik.